Salam. OTK 20 sınav kitabından 19. testin 19. ümumi sınavın izahı. Birinci sualdan başlayaq. Diagonalı 13, eni isə 5 olan düzbucaqlının perimetrini tapın. Düzbucaqlının eni 5'dir, diagonalı 13'tür. Biz buradan düzbucaqlının x tərəfini tapsaq, Pifagor teoremini tətbiq edirik. Bərabərdir 12. Düzbucaqlının perimetrini istəyir. 12, 5, pay bərabərdir 2 vurulsun. 5 plus 12 bərabərdir 2 vurulsun. 17, o da verir bizə 34. Düzgün cavab D variantı. İkinci sual. 2 logaritma 3 əsasdan 9, 3 logaritma 5 əsasdan 25 ifadəsinin qiymətini hesablayın. 9'u mən ifadə etsəm 3'ün kvadratı kimi, 3'ün qüvvətində 1 var. 2'ni 1'ə bölüb qarşıya keçirdirik. Logaritma 3 əsasdan 3. 5, 125'i 5'in kubu kimi yazsam, bunun qüvvətində 1 var. 3'ü 1'ə bölüb qarşıya keçirdirəm. Logaritma 5 əsasdan 5. Logaritma 3 əsasdan 3 verir bizə 1. Logaritma 5 əsasdan 5 verir bizə 1. 2 dəfə 2'nin 4. 3 dəfə 3'ün 9. İlkin cevabımız 13. Düzgün cevap B variantı. Üçüncü sual. X minus 1, x minus 4, x plus 7 böyük bərabərdir 0 bərabərsizliyini həll edin. Rasional bərabərsizlikdir. Rasional bərabərsizliyi həll etmək üçün kökləri ədəd oxunda yerləşdiririk. Sürət və məxrəcin köklərinin sıfırlarını. Deməli, 1 daxildir, 4 daxildir. İntervallara ayırsaq, sınaq nümunələri yazsaq, 5 yazsam, bura verir müsbət, müsbət, müsbət. 1 ilə 4 arasında deyə 2 var. 2 var yazsaq müsbət, mənfi, müsbət. Bura mənfi olur. 1 ilə 7 arasında 0 var. 0 yazsaq x'in yerinə mənfi, mənfi, müsbət. Verəcəkdir bizə müsbət. Mənfi 7'dən kiçik qiymət. Deyə mənfi 8 var. Mənfi, mənfi. Burada verir mənfi. 3 mənfi verəcək bizə mənfi. 0'dan böyük və ya bərabərlik olan aralığı istəyir. Yəni müsbət aralığı mənfi 7, 1 aralığı birləşir 4'dən müsbət sonsuzluğa. Düzgün cevap Y variantı. Dördüncü sual. X kubu minus 1, x kvadratı plus x plus 1 bölünsün x minus 1'in kvadratı x kvadratı minus 1 bərabərdir. Kublar fərqi kimi surət açsaq, x minus 1, x kvadrat plus x plus 1. Burada da x kvadrat plus x plus 1 vurulsun. Sürəti kvadratlar fərqi kimi açsaq, x minus 1, x plus 1. O da verir bizə x minus 1'in kvadratı bərabərdir. Bunlar ixtisar getdi. Bu ikisindən bu ixtisar getdi. Qaldı x plus 1. Düzgün cavab A variantı. 5. sual. Müstəvi xaricindəki nöqtədə müstəvi uzunluğu 14 cm olan mail çəkilmişdir. Müstəvidir. Deyək ki, bu müstəvidir. Xaricindəki nöqtədən mail çəkilmişdir 14 cm. Maili müstəvi üzərindəki proyeksiyası 7'dir. Maili müstəvi ilə mənə gətirdiyi bucağı soruşur. Bu alfa bucağını soruşur. Kosinus alfa bərabərdir. Bitişik katetin hipotenuza nisbəti kosinus alfa bərabərdir 2'də 1. Alfa bərabərdir kosinus 2'də 1. Alfa da bərabərdir kosinus 2'də 1'i alır 60 dərəcədə. Deməli, mail ilə müstəvi arasındakı bucaq 60 dərəcədir. Düzgün cavab Y variantı. Permütasiya 6'dan 2 minus kombinasyon 6'dan 4 ifadəsinin qiymətini hesablayın. 6 faktorial 6 minus 2 faktorial çıxılsın. 6 faktorial 6 minus 4
faktorial, bir de vurulsun 4 faktorial. Beraberdir 6 faktorial bölünsün 4 faktorial minus 6 faktorial 2 faktorial, bir de vurulsun 4 faktorial. 2 faktorialla 6 faktorialı 6 faktorial 4 faktorial vur 5 vur 6 4 faktorial. Bunlar ixtisar getdi, qaldı 5 dəfə 6'dan 30 minus çıxılsın 6 faktorial 4 faktorialdan ifadə etsəm 2 faktorial 4 faktorial, bunlar ixtisar getdi 5 dəfə 3 15 verir bizə. İlk cavabımız 15. Düzgün cavab C variantı. İkinci sual. Z bərabərdir -6 minus 8 kompleks ədədinin həqiqi hissəsi ilə xəyali hissə əmsalının kvadratlar cəmini kvadrat kökünü tapın. Demək, -6'nın kvadratı plus -8'in kvadratı verir bizə 10. Düzgün cavab C variantı. 8. sual. 5'te 4 hissəsi 28 olan ədədi tapın. Hissəsinə görə ədəd tapmaq üçün ədədi hissə göstərən ədədə bölürük. 28 vurulsun 4'te 5. Bu da verir bizə 35. Düzgün cavabımız A variantı. 9. suala baxaq. Hədləri cəmi bu hədlərin sayını göstərən ədədin kvadratının 4 mislinə bərabər olan ədədi silsilənin 5-ci həddini tapın. Hədləri cəmi, yəni SN, bu hədlərin sayını göstərən, yəni N'in, ədədin kvadratının 4 mislinə bərabər olan ədədi silsilənin 5-ci həddini soruşur. A5 istəyir. Əgər cəmli soru verilibsə, A5'i tapmaq üçün S5'dən S4'ü çıxacağım. İndi S5'i tapaq. S5 bərabərdir 4 vurulsun 5'in kvadratı. Verir bizə 100. S4 bərabərdir 4 vurulsun 4'ün kvadratı. Verir bizə 64. 100 çıx 64. Verir bizə 36. Düzgün cavab B variantı. 11. Birinin 22%, digərinin 56%-nə bərabər olan iki ədədin cəmi 117'dir. Bu ədədin fərqini modulunu tapın. Deyək bir ədəd A-dır, o birisi ədəd B-dir. Cəmi 117'dir. Birinin 22%, 0,22A, digərinin 56%-nə bərabərdir. 0,56B. Bu iki ədədlərin fərqinin modulunu istəyir bizdən. Sağlı solu 100'ə vursaq verir bizə 22A bərabərdir 56B'yə. 2'yə ixtisar aparsaq verir bizə 11A bərabərdir 28B. A'mız 28K'dır, B'miz də 11K. 28K plus 11K bərabərdir 117'yə. Verir bizə 39K bərabərdir 117, K bərabərdir 3'ə. Bizdən bu ədədlərin fərqini istəyir. A ədədini tapsaq, A bildik ki 28K'dır, B də 11K'dır. K'nın yerinə 3 yazsam, verir bizə 33, o birisi də 84. Onların fərqinin modulu A minus B'ni istəyir. 84 minus 33 bərabərdir 51'ə. Düzgün cavab D variantı. 12. sual. Sinus alfa vurulsun kotangens alfa plus kosinus alfa ifadesini sadələşdirin. Sinus alfa vurulsun kotangens kosinus alfa bölünsün sinus alfadır. Plus kosinus alfa bərabərdir. İxtisarlarımız getdi. Qaldı 2 kosinus alfa. Düzgün cavab D variantı. 13. sual. Y bərabərdir 5x minus 18 funksiyasının qrafik üzərində absis ordinatının 2 misli olan nöqtəni tapın. Absis ordinatın, yəni x 2y-ə bərabərdir. Getirib yerinə yazsam, x-in yerinə 2y yazsam, y bərabərdir artıq verir bizə 10y minus 18.
Geçirsək sol tərəfə 9y bərabərdir 18, y bərabərdir 2. Y 2-dirsə, aparıb yerinə qoysaq 2 vur 2, x də bərabərdir 4. Deməli, bu nöqtə olacaqdır 4 müsbət 2. Düzgün cavab C variantı. 14-cü sual. 1 minus x, x minus 2, 3 minus x plus 1 bərabərdir 1 bölünsün 2 minus x. Geçirsək sol tərəfə. Bax, buradan yerini dəyişsək, bax, x ilə 2-nin yerini dəyişsək, qarşıya mənfi keçirdik və sola keçirdik. Olur nə? 1 minus x, x minus 2, 3 minus x plus x minus 2-də 1 bərabərdir mənfi 1. Ortaq məxrəcə gətirsək, bunu 3 minus x-ə vuraq. Deməli, ortaq məxrəcimiz belə olur. X minus 2, 3 minus x. Sürətimiz olur 1 minus x plus 3 minus x bərabərdir mənfi 1. Sürət olur 4 minus 2x. X minus 2-ni də mənfi 1-ə vursaq, verir bizə bərabərdir. Mənfi vuraq açaq x kvadrat bərabərdir. Mənfi 3x çıxılsın x kvadrat, çıxılsın 6, üstə gələk 2x. 2x mütərzən bağlasaq, verir bizə 4 minus 2x bərabərdir. Mənfi 3x plus x kvadrat plus 6 minus 2x. Bərabərliyi solunu sağına keçirdək, verir bizə x kvadrat mənfi 3x plus 2 bərabərdir 0. Buranda 2 toplayanda mənfi 3 olan ədəd. x1-imiz 2, x2-miz də müsbət 1 verir. 2-ni kənar kök kimi götürək. Çünki məxrəci 0-a çevirir. Düzgün cavabımız 1. Doğru cavab 1. 15-ci sual. Ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusun oturacağının sahəsi 9 pi-dir. Konusun doğranı tapın. Ox kəsiyi bərabər tərəfli üçbucaqdır. Konusdur. Oturacağının sahəsi pi r kvadrat bərabərdir 9 pi. R bərabərdir 3-ə. Radiusumuz 3-dür. Radius 3-dürsə diametrimiz verir bizə 6. Bu da bərabər tərəfli üçbucaqdır. Deməli, bütün tərəfləri 6-ya bərabərdir. Konusun doğranı L bərabərdir 6-ya. Düzgün cavabımız 6. 16-cı sual. DY-nin Y-yə nisbəti 1-in DY bölünsün YS 1-in 4-ə nisbəti. DY 5-dir. DY-nin yerinə 5-dir. 5-in YS-yə nisbəti deməli 1K DY 1K-ya bərabərdir. DY 1K-dır. YS isə 4K-dır. DY-ni verib bizə 5. Onda YS verəcəkdir bizə 20. Çevrədə bax, bura 20-dir, bura 5-dir. Bu hissələr də bir-birinə bərabərdir. Deməli, x kvadrat bərabərdir 20 vur 5, x də bərabərdir 10. AB-ni istəyir bizdən. AB-nin uzunluğu da 2x-ə bərabərdir. 2 vurulsun 10 bərabərdir 20-yə. Düzgün cavab 20. 17-ci sual. 2 sinus kvadrat x minus kök 3 sinus 2x bərabərdir 0. 2 sinus kvadrat x çıxılsın kök 3 sinus 2x-i 2 sinus x kosinus x kimi yazsaq,
Sinus x'i ortaq çıxartsaq 2 sinus x'i. Qalır burada sinus x çıxılsın kök 3 kosinus x bərabərdir 0. Hasil o zaman 0 olurdur ki, vuruqlardan biri 0'a bərabər olsun. Sinus x bərabərdir 0, 2 sinus x. Bir də sinus x çıx kök 3 kosinus x bərabərdir 0. Sinus x bərabərdir 0'a. Sinus x 0'ı 0'da alır. 0 dərəcədə. Bir də yarım dövr etdikdən sonra x bərabərdir 0 plus pk verir bizə pk. Bir kökümüz bu. İkinci kök. İkinci təmiyi həll etsək ya burada köməkçi bucaq daxil etmək və yaxud da ki, hər tərəfi sinusa bölək, kosinusa bölək. Kosinus x-ə böl. Hər tərəfi bölsək verir bizə sinus x bölünsün kosinus x çıxılsın. Kök 3 vurulsun kosinus x bölünsün kosinus x bərabərdir 0 bölünsün kosinus x. Sinusu kosinusa böləndə verir bizə tangens x minus kosinuslar ixtisar getdi. Kök 3 bərabərdir 0. Tangens x bərabərdir kök 3. X bərabərdir arktangens kök 3 plus pk. X bərabərdir tangens kök 3'ü alır pi böl 6'da. Pi böl 3'də. Pi böl 3 yəni 60 dərəcə və yarım dövrdən bir tangens kök 3 alır. İndi 0 pi böl 2 nə deməkdir? 0 pi böl 2 0 dərəcə bir də 90 dərəcə aralığı deməkdir. Bu aralıqda tənliyin k-nın yerinə 0 versək olur. 0 x birimiz bərabərdir 0, k bərabərdir 0 olarsa. X 2-də bərabərdir. K-nın yerinə 0 qoysaq verir bizə pi bölü 3, yəni 60 dərəcə. 0 və 60 dərəcə bu aralıqda yerləşir. Düzgün cavabımız 2. Bu aralıqda tənliyin 2 kökü vardır. 18. sual. 3 kök 2 plus 1'in kubu çıxılsın 63 kök 2 ifadəsinin qiymətini hesablayın. Kublar 2 ifadə cəminin kubu. 3 kök 2'nin kubu üstə gələ 3 vurulsun birincinin kvadratı vurulsun ikinci plus 3 vurulsun birinci vurulsun ikincinin kvadratı üstə gələ ikincinin kubu çıxılsın 63 kök 2 bərabərdir. 3 kök 2'nin kubu 3'ün kubu 27 kök 2'nin kubu 2 kök 2 27'nin də 2'ye vuranda 54 kök 2 plus bunun kvadratı verir bizə 18 18'i 3'e vuranda 54 plus bu verir bizə 9 kök 2 plus 1 minus 63 kök 2 bərabərdir. 54 kök 2 ilə 9 kök 2 və 63 kök 2 islah getdi. Qaldı burada yekun cavabımız 55. 18. sual 55. 19. sual. Şəkli hissələrə bölsən bax belə. Bax bura 10'dursa bura da 10'dur. 20'dirsə bura 10'dur. Burada bir diqqətlə baxsaq konus əmələ gəlib. Bura konusun doğuranıdırsa bura da 10'dur. Ora 10'dursa bura da 10'dur. Deməli radiusumuz bərabərdir 10 bölü 2 verir bizə 5. Silindirin bax bu silindirin hündürlüyü 10'dur. Radiusu 5'dir. Həcmini tapaq. V bərabərdir pi r kvadrat vurulsun h. 5'in kvadratı vurulsun 10. Verir bizə 250. Bax bu silindirdən 3 saydadır. Bir göy rənglə işarələdiyim, bir qırmızı rənglə işarələdiyim, bir də qara rənglə işarələdiyim 3 silindir var burada. 250 pi-ni də 3'e vururam. 250 pi vurulsun 3, o da verir bizə 750 pi. Yekun cavabımız 750 pi. 20. sual. Ştrixlənmiş hissənin sahəsini tapın.
Böyük düzbucaqlının sahəsi S düzbucaqlının sahəsi bərabərdir 15 vur 6 verir bizə 90. Altıdır 8'dir. Hündürlük verib bizə 2. Deməli, bu düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün deməli A'dır. Bax, bura A'dır. Bu B'dir, bu da C'dir. Deyək ki, hündürlüyümüz də 2'dir. Birinci üçbucağın sahəsi, bax bu. A vurulsun 2 bölü 2. A vur 2, hündürlüyümüz 2'dir. Bölü 2. Üstə gələk, o birisinin sahəsi, bax bu birisi üçbucağın sahəsi. B vurulsun, hündürlüklər eynidir. B vur 2 bölü 2. Üstə gələk. C'nin, bax bu xırda üçbucağın sahəsi. Belə bir üçbucaq var burada. Hündürlüyü 2'dir, burada C yazdım. C vur 2 bölü 2. Bərabərdir. 2'lər ixtisar getdi, qaldı A plus B plus C. Bu xırda üçbucaqların sahələri cəmidir. Oldu A plus B plus C bərabərdir. A plus B plus C də ümumi 15'e bərabərdir. Bərabərdir 15. Ümumi fiqurun sahəsi düzbucaqlısının üzərinə gəlir. Üçbucaqların sahələri cəmi. 90 üstə gələk 15 bərabərdir 105. İlkin cavabımız 105. 21. sual. Logaritma 2 əsasdan 3x plus 2 bərabərdir 2 plus 3 logaritma 3x plus 2'də 2. Demək. Birinci ifadəni olduğu kimi saxlayayım. Logaritma 2 əsasdan 3x plus 2 bərabərdir 2 plus. Bax, bu ifadədə logaritmin əsasıyla logaritm altı ifadənin yerini dəyişəcəm. 3 vurulsun logaritma 2 əsasdan 3x plus 2'də 1. Mən indi logaritma 2 əsasdan 3x plus 2'ni bir t ilə ifadə etsəm, olur belə. T bərabərdir 2 plus 1 bölünsün t. 3 vurulsun 1 bölünsün t. Hər tərəfi t'ye vursam, verir bizə t'nin kvadratı bərabərdir 2t plus 3. Hər tərəfi t'ye vur. Demək, olur belə. T kvadrat minus 2t minus 3 bərabərdir 0. Buranda mənfi 3 toplayanda mənfi 2 olan ədəd t minus 3 t plus 1 bərabərdir 0. T1'imiz bərabərdir 3, T2'miz bərabərdir mənfi 1. Gətirək, hər iki qiymətimizi əvəzləmədə yerinə yazaq. Olur belə, logaritma 2 əsasdan 3x plus 2 bərabərdir, bir dəfə yazacağım 3. 3x plus 2 bərabərdir 2 qüvvətinə qaldırır, verir bizə 8. 3x bərabərdir 6, x bərabərdir 2. Bu bir həll. İkinci həllimiz logaritma 2 əsasdan 3x plus 2 bərabərdir mənfi 1. Demək, 3x plus 2 bərabərdir 2 üstü mənfi 1 verir bizə 2'də 1. 3x bərabərdir. Sağa keçirsək, mənfi 1 onda 5, mənfi 2'də 3 eləyir də elə bil. Hər tərəfi də 3'ə bölsəm, verəcəkdir bizə mənfi 2'də 1. Bizdən tənliyinin köklər cəmini istəyir. x1'imiz 2, x2'miz də mənfi 2'də 1. Bunların cəmi də x1 plus x2 də verir bizə 2 üstə gələk mənfi 2'də 1. Cavabımız da olur 1 tam onda 5. İlkin cavab, düzgün cavab 1 tam onda 5. 22. sual. 22. sualda qaydanı tətbiq edək. Deyək ki, hər hansı bir nöqtədirsə, S1'in S2'yə nisbəti
S1'in S2'ye nisbəti M-in N-ə nisbətinə bərabərdir. İndi burada ABM 6'dır. MBS verib bizə 12'dir. SMD verib bizə 8'dir. Onda AMD'ni soruşur. Bura bir S yazım. Deməli 6'nın bura M desək, bura N desək, 6'nın 12'ye nisbəti bərabərdir M-in N-ə nisbəti. Bu da M-in N-ə nisbəti də verir bizə 1'in 2'ye nisbəti. Bax, bura 1K'dır, bura 2K'dır. İndi baxırıq. S'in 8'ə nisbəti bərabərdir. Bax, S-ə uyğun olan M, 8'ə uyğun olan N. S bölünsün 8 bərabərdir. M-in N-ə nisbəti 1'in 2'ye nisbətidir. S bərabərdir, ixtisar getdi, S bərabərdir 4. Deməli, S üçbucaq AMD bərabərdir 4'ə. Düzgün cavabımız 4. 23-cü sual. X kvadrat plus y kvadrat çıxılsın 4mx çıxılsın 6ny plus 4m kvadrat plus 9n kvadrat bərabərdir 25. Bunu tam kvadrata ayırsaq minus 4mx. Bunu 2'ye böldük. Kvadratını əlavə edəcəm. Deməli 4m kvadratını 1 götürdüm bunu. Üstə gələk y kvadratı minus 6ny plus 9n kvadratını 1 götürürüm. Bərabərdir 25. Demək bu olur x minus 2m'in kvadratı plus y minus 3n'in kvadratı bərabərdir 25. Deyir ki, mərkəz, çevrənin mərkəzi 12-9 nöqtəsidir. 12-9 nöqtəsidir. Deməli, A-nın yerini 12, B-nin yerini 9'dur. Çevrə tənliyiz. X minus A-nın kvadratı plus Y minus B-nin kvadratı bərabərdir R kvadratına. A-nın yerində burada durur 2M. Demək, A-nın yerini 9 durur burada. Bax, X minus 9'un kvadratı, Y minus, yox, X minus 10. 10-cu sual. Bütün tillərin uzunluqları cəmi 24 olan kubun diagonalını tapın. Kubun tillərinin uzunluqları cəmi 12A-ya bərabərdir. 12A bərabərdir 24, A bərabərdir 2. A2'də isə kubun diagonalıdır. Kubun diagonalı tərəfinin tilinin kök 3 mislinə bərabərdir. D kub bərabərdir 2 kök 3'ə. Düzgün cavab D variantı. 12'nin kvadratı, y minus 9'un kvadratı bərabərdir 25'ə. Demək, 2m'in yerinə 12 durur. 2m bərabərdir 12. 3n'in yerinə 9 durur. 3n bərabərdir 9'a. N bərabərdir 6, n bərabərdir 3'ə. Məndən də istəyir m bölünsün n nisbətini. M'in yerinə 6, n'in yerinə isə 3 yazsaq, 6'nı 3'ə bölsək verir bizə 2. Düzgün cavabımız 2. 24-cü sual. Bərabər yanlış bucaq verib. Yan tərəfləri bərabərdir. Oturacaq 3 kök 2'yə bərabərdir. Median veribdir. Median 5'ə bərabərdir. Deyir A yan tərəfini tap. Medianın düsturunu tətbiq edəcək. MA bərabərdir 2'də 1. 2b kvadratı plus 2c kvadratı minus a kvadratı. Yerinə qoysaq 2'də 1, 2a'nın kvadratı plus 2 vurulsun 3 kök 2'nin kvadratı çıxılsın a kvadrat bərabərdir 5'ə. Sağlı solu kvadrata yüksəltsək 5'i 2'də 1'ə böləndə 10. Sağlı solu kvadrata yüksəltsək 2a kvadratının a kvadratı çıxdıq. Verdi bizə a kvadratı plus 36 bərabərdir. Onun da kvadratı 100. A kvadrat bərabərdir 64. A bərabərdir müsbət mənfi 8. O da müsbət 8'i götürürük. Bərabər yanlış bucağın yan tərəfi 8'ə bərabər. 5-ci sual. Qutuda 12 kürəcikdən 3'ü ağ, 4'ü qara, 5'i isə qırmızı rəngdədir. Geri qaytarmamaq şərti ilə ardıcıl çıxarılmış 3 kürəcikdən birincinin ağ,
Toplam kürəcik ehtimal hesablayırıq. P bərabərdir. Toplam kürəcik sayı 12. Birincinin ağ çıxması 12-dən 3 vurulsun. Bu 12 kürəcikdən birini çıxartmışıq deyək. Digər seçimi mən 11 kürəcik arasından edəcəm. Deməli, birincinin ağ, ikincinin qara 11-də 4. Artıq 12 kürəcikdən ikisini çıxartmışam. Qalıb burada 10 seçimim. Üçüncünün isə qırmızı olması. Bu da 5. Hasilləri hesablasaq. 4, 4 ilə 4 getdi. Ondan 5 getdi ki, 22-də 1. Düzgün cavab 22-də 1. Ehtimal 22-də 1-ə bərabərdir. Bu qədər.